Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün milli mətbəximizdən şorğuvalın hazırlanmasını sizinlə paylaşırıq. Əgər siz də bu cür gözəl və dadlı şorğuval hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin ki, bütün sirləri öyrənə biləsiniz. Ərzaqlarımız bunlardır: ələnmiş un, süd, yağ, yumurta, xama, 1 kiloqram un üçün 1 stəkan yarım süd, 200 qram xama, 150 qram kərə yağı, 2 yumurta, 1 yemək qaşığı maya, 1 yemək qaşığı duz, 1 çay qaşığına yaxın sarı kök. Əvvəlcə sarı kökü, duzu və mayanı una əlavə edirik. Biz burada apara hazırlamırıq. Bu qarışıqları una əlavə etdikdən sonra unu yaxşıca qarışdırırıq. Sonra xamanı və kərə yağını, eləcə də yumurtanı, südü bura əlavə edirik. Eyni zamanda 1 yemək qaşığı qədər də alma sirkəsi bura əlavə edirik və xəmir yoğururuq. Alma sirkəsi şorğuvalı bir qədər də xırçıltılı edir. Yəni bu vacib deyil, vurmaya da bilərsiniz. Xəmiri yoğururuq. Xəmir bərk olmamalıdır. Eyni zamanda çox da boş olmamalıdır. Yoğurduğumuz xəmiri gözlətməliyik. Ona görə xəmiri yoğurub qurtardıqdan sonra üzərini yaxşıca örtürük və bir kənara qoyuruq. Azından 1 saat xəmir bu formada qalmalıdır. Biz içliyi əvvəldən hazırlamışıq. İçlik üçün 300 qram un götürmüşük. Bura 100 qram kərə yağı əlavə etmişik. 1 çay qaşığı duz, 1 yemək qaşığı raziana, eləcə də zövqə görə qara istiot və zirə də əlavə edə bilərik. Artıq bizim xəmir çox gözəl gəlibdir. Bunu masanın üzərində bir qədər havasını alırıq. Sonra hissələrə bölürük. Burada kündələrin nə qədər olmağı vacib deyil ki, 200 qramlıq ola, 250 qramlıq ola və yaxud 170 qramlıq ola. Bu sizin masanızın ölçüsündən asılıdır, xəmirin miqdarından asılıdır. Yəni bu şeylərə biraz diqqət etmək lazımdır ki, əsas burada odur ki, kündələrin miqdarı bərabər olsun. Bunun üçün ya dəqiq ölçmək lazımdır tərəzidə. Tərəzi yoxdursa, xəmirləri gözə yarı da ayırmaq olar. Eyni miqdarda ayrılmış xəmirlərdən kündələr hazırlayırıq. Kündələr də hazırlandıqdan sonra bir qədər, yəni yenə də azından yarım saat gözləməlidir. Qoğalının yaxşı alınmasının səbəblərindən biri də odur ki, xəmirin gözləməsi kündənin, yəni açılıb büküləndən sonra, iç əlavə etdikdən sonra, qoğal forması veriləndən sonra bütün bu müddətlərdə gözləmə mütləq düzgün olmalıdır. Qoğalın əsas yaxşı alınmasının səbəblərindən biri o gözləmə prosesi düzgün olmalıdır. Biz ilk açdığımız, yəni kündəni yağlanmış, duru yağ ilə yağlanmış masanın üzərinə səririk. Masanın üzəri mütləq duru yağ ilə yağlanmalıdır. Bəzən xanımlar bura yapışmasın deyə un səpirlər və yaxud kərə yağı ilə yağlayırlar. Bunların heç biri məsləhət deyil. Yəni duru yağ ilə yağladıqdan sonra birinci açdığımız kündəni səririk, dartırıq, 4 bucaq formasını veririk, üzərini kərə yağı ilə yağlayırıq. İkinci
kündəni açana qədər yağ bir qədər bərşiyir və ikinci kündəni açdığımız kündəni də bura əlavə edirik. 1 kiloqram undan hazırlanan xəmiri açarkən, yəni aralarını yağlamaq üçün yarım kiloqram ərinmiş kərə yağı istifadə olunur. Bütün kündələri açıb bu formada araları yağlayıb bir-birinin üzərinə səririk. Sonuncu kündənin üzəri yağlanmır. Sonra kənarlarındakı artıq əskik olan hissələri kəsib bir kənara qoyuruq. Onlardan da istifadə edirik qoğalların bükülməsi zamanı. Sonra hardasa 3 sm ölçüsündə lent formasında kəsirik. Bunları bu formada bükürük. Bir-birinin yanına yığırıq. Üzərini örtürük və bir yarım saat qədər qaldıqdan sonra başlayırıq içini doldurmağa. Bunun üçün papaq şəklində belə bir forma veririk və çalışmaq lazımdır ki, o üst tərəfi cizgilər itməsin, əyilməsin. İçərisinə 1 yemək qaşığı içlik əlavə etdikdən sonra bağlayırıq və yenə də düzürük masanın üzərinə, üzərin örtürük. Bütün bu bükdüyümüz hissələrini içərisini doldurduqdan sonra yenə də gözləyirik. İçərisini dolduran zaman çalışmaq lazımdır ki, bu cizgiləri itirməyək. Yəni, burada da bir qədər əl yatmalıdır. Yəni, əsas odur ki, cizgilər itməsin, içərisini doldururuq. Yəni, 1 yemək qaşığı qədər içliyə əlavə eləyirik, ağzını bükürük, yapışdırırıq ki, açılmasın, içlik tökülməsin. Yaxşıca bərkidirik və formasını əlimizlə biraz yatırdırıq və bir kənara qoyuruq. Hələ listə yerləşdirən zaman əsl şorqoğal formasını orada veririk. Və beləliklə biz bütün bükdüyümüz hissələrin içərisini doldururuq və biraz gözlədikdən sonra onlara qoğal formasını verərək listə düzürük. Listə düzdükdən sonra da üzərin örtürük, yenə də gözləməlidir. Yəni, qoğalın ömrü gözləməklə keçir desək, səhv olmaz. Bu şəkildə listlərə düzürük və listə düzən zaman əsl qoğal formasını burada veririk. Bir yarım saat qədər burada gözlədikdən sonra üzərinə yumurta çəkirik. Yumurtaya yaxşı olar ki, bir azca da duru yağ əlavə edilsin və üzərini istədiyiniz formada bəzəyə bilərsiniz və 180-200 dərəcəlik sobada bu cür bişirilir. Çox gözəl, çox dadlı və görünüşü də, özü də gözəl olan qoğallarımız hazır oldu. Siz də hazırlayın. Kanalımızda hansı şirniyyatların, yeməklərin hazırlanmasını istəyirsinizsə, videonun alt hissəsində yaza bilərsiniz. Videonu bəyəndinizsə, bəyən düyməsini basın. Yeni videoları görmək üçün kanalımıza abunə olun. Sağ olun, yeni videolarda görüşənədək.